Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə Azərbaycanda dövlət sektorunda çalışan muzlu işçilərin sayı son bir ildə 1,2% və ya 10.561 nəfər azalaraq 880.117 nəfərdən 869.556 nəfərə enib. Yenavaz.com xəbər verir ki, ən böyük azalma Şuşa rayonunda qeydə alınıb. Burada dövlət sektorunda çalışan muzlu işçilərin sayı 2216 nəfərdən 1439 nəfərə düşüb. Bu son bir ildə 777 nəfər və ya 35,1% azalma deməkdir. Say baxımından ən böyük azalma isə Yasamal rayonunda olub. Rayonda dövlət sektorunda çalışan muzlu işçilərin sayı son bir ildə 104.147 nəfərdən 96.951 nəfərə enib. Nəticədə işçilərin sayı 7.196 nəfər və ya 6,9% azalıb. Qeyd edək ki, ümumilikdə 54 şəhər və rayonda dövlət sektorunda çalışan muzlu işçilərin sayı azalıb. Dövlət sektorunda çalışan muzlu işçilərin sayının azaldığı rayonlar bunlardır. Onu da bildirək ki, işçilərin sayının artdığı rayonların arasında isə Ağdərə rayonu ilk sırada yer alıb. Bu rayonda dövlət sektorunda çalışan muzlu işçilərin sayı 89 nəfərdən 400 nəfərə yüksəlib. Bu 311 nəfər və ya 4,5 dəfə artım deməkdir. Ən böyük say artımı isə Suraxanı rayonunda müşahidə olunub. Rayonda dövlət sektorunda çalışanların sayı 3798 nəfərdən 7251 nəfərə çatıb. Beləliklə işçilərin sayı 3453 nəfər və ya 90,9% artıb.